Değerli şair Qəzəlxan Hacıgül qardaş Zülfüqarlı yazır ki, sənsizliyə nə ad verim? Sənsizliyə qar ələnib, arzularım, ümidlərim şəhid düşüb, güllələnib. Dəfn eyləyib mən onları ürəyimdə bastırmışam. Ağı deyib gecə yarı oxşamışam, səhər, axşam. Elə qəfil çıxıb getdin, söyləmədin səbəbini. Can evimi yıxıb getdin, yarı yolda qoydun məni. Sənsizliyə nə ad verim? Neyləmişdim mən bəxtikəm? Bir yol göstər, bir de görüm nə vaxtacan dərd çəkəcəm. Bir yol göstər, bir de görüm nə vaxtacan dərd çəkəcəm.